Videoya keçməzdən əvvəl zəhmət olmasa kanala abunə olub bildirişləri aktiv edin ki, ən son xəbərlərdən xəbərdar olasınız. Bu il Məhərrəm ayı iyunun 26-sında başlayacaq. Bu barədə Yeni Info Qafqaz Müsəlmanlar İdarəsinin rəsmi təqviminə istinadən xəbər verir. İslam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay Hicri qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin və onunla birlikdə Kərbalada şəhid olanların anım ayı kimi qeyd olunur. Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə iyulun 5-nə təsadüf edəcək. Həmin gün İmam Hüseynin Kərbala çölündə şəhadətə çatdığı gündür və bütün müsəlmanlar aləmində matəm və hüzn içində yad edilir. Qeyd edək ki, Məhərrəm ayı iyulun 25-də başa çatacaq. Bu müddət ərzində dini mərasimlər, ehsanlar, maarifləndirici moizələr və anım tədbirləri təşkil edilir. Əksər məscidlərdə isə Kərbala şəhidləri ilə bağlı dualar oxunur, İmam Hüseynin fədakarlığı və ədalət uğrunda apardığı mübarizədən bəhs edilir.